2025-ci ildə internet üzərindən, yəni fiziki işləmədən necə pul qazanmaq olar, necə büdcəmizi, sərvətimizi, gəlirlərimizi artırmaq olar? Bu gün bu haqqda danışacağım dostlar sizlərə. Öz 4 illik təcrübələrimi bölüşəcəm. Gəlin video keçək. Video keçən və kanalda istəmək üçün abunə ola bilərsiniz. Videomu bəyənsəz like edə bilərsiniz. Deməli dostlar, TradingView'umuzu açdıq. TradingView'da kriptovalyutalar, səhmlər, ümumi dünya birjaları haqqında danışır dostlar. İstiqrazlar və s. Bugünkü mövzumuz səhmlər və kriptovalyutalar dostlar. 2025-ci il 1 iyun tarixindəyik və bugün sizə səhmlər və kriptovalyutalara necə yatırım etmək olar, necə bu səhmlər və kriptovalyutalar sayəsində gəlirlərimizi artırmaq olar. Bugün bunun haqqında sizlərə məlumat verəcəm. Gördüyünüz kimi dostlar, Nasdaq 100. Bu nədir dostlar? Nasdaqın 100 səhmidir dostlar. Yəni ən yaxşı Nasdaqın 100 şirkəti haqqında danışır Nasdaq birjası. Nasdaq birjası Amerikanın tərkibində olan birjadır. Həmçinin New York birjası da var. Amerika tərkibində olan birjadır. Yəni Amerika mərkəzi birjadır. Gördüyünüz kimi dostlar, Nasdaq birjası illər ərzində ən maksimum səviyyəsinə çatıb 22.000 ərzində. Bu illər də elə uzun illər deyil. Neçənci ildə? 85-ci ildəndir qrafik. Yəni 85-ci ildən hal-hazırda 2025-ci ilə qədər 22.000 səviyyəsinə qalxıb dostlar. Yəni təsəvvür edin, 22.000 dəfə yüksəlib dostlar. Bu neçə milyon faizə çıxır. Yəni Nasdaq təkcə Amerika birjası bu qədər qalxıb dostlar, bu qədər qazanc verib. Təsəvvür edin dostlar, siz bu Nasdaq birjasında olan bu 100 səhmə tutaq ki, 100 şirkətə yatırım etsəydiniz illər ərzində, siz hətta bir neçə ilə, bəlkə 100 minlərlə, hətta milyonlarla sizin yatırımınızdan asılıdır, dollar pul qazana bilərdiniz dostlar. Həmçinin Dow Jones və s. də var. Bu məsələn biz Türkiyənin 100 səhmi barəsindədir. Biz isə bugün Amerika Nasdaqdan danışacağıq, New York birjasından danışacağıq dostlar. Burada gəldik dünyanın ən böyük şirkətlərinə. Gördüyünüz kimi Nvidia, Microsoft, Apple. Dostlar, kanalımda bundan da əvvəl burada məsələn nə haqqında danışmışam? Marvel haqqında və Sophie Technology haqqında danışmışam dostlar. Sophie Technology şirkəti həqiqətən dostlar son illərdə möhtəşəm nəticə göstərdi. Və hal-hazırda görün, mən videoda bu səhmdən danışanda 14 dollar civarı idi, hal-hazırda isə 18 dollar, hətta 19 dollar səviyyəsinə belə qalxıb dostlar. Yəni sizə bir ay ərzində 39% qazanc gətirib dostlar. Bu 39% qazanc az deyil də. Təsəvvür edin, 100 dollar yatırım etmişsiniz, 40 dollar qazanmışsınız, 200 dollar etmişsiniz, 80 dollar. Bir ay ərzində əlavə 80 dollarlıq qazanc sizə bu yer kürəsində heç bir bank bu qədər sizə qazanc verməz dostlar. Bunu nəzərinizə çatdırın. Yəni düzdür, ola bilər Venezuelada falan faizlər yüksəkdir, inflyasiya, hiperinflyasiyaya keçib deyə bilərsiniz daha çox falan. Amma yəni o pul da sonradan dəyərini itirəcək. Bunun heç bir mənası olmayacaq. Biz dollardan danışırıq, səhmlərdən və birjadan danışırıqsa, bir aya 40% qazanc möhtəşəm nəticədir dostlar. Və mən sizə bu fürsəti vermişəm dostlar öz kanalımda. Bu 5 şirkət haqqında danışmışam dostlar. Mən bu videonu çəkəndə Tesla və s. çox aşağı səviyyələrdə idi. Mən videonu çəkəndən sonra, demirəm çəkəndən sonra 350 dollara və s. qalxdı. Gəlin sizə göstərim bunu. Yəni videonu çəkəndən sonra bir neçə gün ərzində hal-hazırda aşağı düşüb, amma yəni dostlar, mən videonu çəkəndən sonra 352 dollara qalxdı. 288 dollardan 352 dollara. İndi bu 2 ay əvvəl çəkmişəm, videoya girmək istəmirəm, amma həqiqətən bu nəticələri əldə elədik dostlar. Marvel-a baxın. Yəni sizə deməli məsləhət gördüyüm dostlar, şirkətlərə çox diqqətli yanaşsanız, çox yəni yatırım etsəniz, boşuna baxmasanız videolara və faydalansanız, axıra kimi baxsanız, həqiqətən də görərsiniz ki, sizə tövsiyə etdiyim şirkətlər hal-hazırda çox yaxşı səviyyələrdədir. Mən bu Marvel Technology səhmini dostlar 61 dollardan tövsiyə etmişdim. Maksimum 80 dollara qədər qalxdı dostlar bu səhm. Düzü qrafikdə 79-89 göstərir, amma əslində 80 dollara qədər qalxdı. Nə fərqi? 11 sent fərq var. 80 dollara qədər qalxdı və hal-hazırda 77-lərə qədər bir düşüş yaşayıb 2-3 dollarlıq. Yəni dostlar, səhmlərdən çox yaxşı miqdarlarda pullar qazanmaq mümkündür dostlar. Düzdür, məsələn bu videoda
Forex haqqında danışmışam Exnes. Amma dostlar Forex ticarəti çox təhlükəlidir dostlar. Həqiqətən çoxlu pullar itirə bilərsiniz və çoxlu pullar qazana bilərsiniz. Lakin bu pullar qazanana qədər nə qədər pullar itirə bilərsiniz, hətta bezə bilərsiniz. Yəni çox şeyinizi itirə bilərsiniz. Ona görə də Forex-dən daha çox səhmlərə və kriptovalyutalara fokuslanmaq hər birimizə gərəklidir dostlar. Gələcəyimizi xilas etmək üçün, yəni sərvətimizi, gəlirlərimizi çox artırmaq üçün hər birinizə məsləhət görəcəyim bir şeydir. Baxın dostlar, Bitcoin-a baxın. Tarixin ən yüksək səviyyəsi 110 min dollara qalxıb. Neçədən qalxıb Bitcoin? 2013-cü ildə 0,1 sentdən satılan Bitcoin hal-hazırda 110 min, 111 min dollar səviyyələrinə qədər qalxıb. Ethereum olsun, 11 dollardan satılan Ethereum düz indi aşağı səviyyədədir 2020-21 rallisinə görə. Amma yenə də yüksək səviyyələrdədir. Yəni siz bunlara diqqət edin dostlar. Böyük yatırımlara fokuslanın, böyük fikirləşin, daha geniş fikirləşin. Gələcəyinizə daha təminat altına alın. Nəinki hər hansısa bir mərc oyunları ilə və yaxud Forex və s. ilə gələcəyinizi risk altına atmağın yerinə normal kriptovalyutalara, Bitcoin kimi, Ethereum kimi, XRP, BNB, Solana sizə bunları mən məsləhət görürəm dostlar. Bunları mənə heç kim məsləhət görməyib, lakin mən sizə bunları məsləhət görürəm. AVAX olsun, Suisi olsun, Toncoin indi biraz risklidir, Litecoin olsun. Yəni dostlar, bu kriptovalyutalara, bu səhmlərə yatırım etməklə siz çox böyük pullar qazana bilərsiniz dostlar. Həqiqətən böyük pullar qazana bilərsiniz. 98 manat stipendiyanızı belə yatırsanız, 400 manat maaşınızı, 1000 manat maaşınızı belə, yəni onların bir hissəsini belə yatırsanız, hamısını nəzərdə tutmuram, siz böyük pullar qazanacaqsınız dostlar. Bu 90%li təminatlı bir məsləhətdir dostlar. Yəni 90% hallarda siz böyük pullar qazanacaqsınız. Əgər ki mənim yatırıma tövsiyə etdiyim şirkətlərə yatırım etsəniz dostlar, hər şirkətə yatırımdan da təbii ki söhbət getmir. Yəni belə dostlar, bugünkü videoda ümumi yatırımlar haqqında danışdıq. Videolarımı izləyin dostlar. Həqiqətən çox yaxşı səhmlər paylaşırıq bu günə kimi və bundan sonra da çox yaxşı səhmlər haqqında araşdırma etmişəm. Bir neçə səhm var ki, hələ birjaya çıxmayıb. O səhmləri də paylaşım etmək istəyirəm. Sizdən də təkcə xahişim budur ki, kanalımıza abunə olasınız. 200 abunəyə çataq artıq 7 abunə qalıb. Xahişim budur ki, 200 abunəyə çatmaqda kömək edəsiniz. Və deyirsiniz dostlar ki, biz necə yatırım edək, biz axı yatırım etməyin bacarmırıq və s. necə kriptovalyuta, necə səhmlərə yatırım edək. Dostlar, bu kanaldakı videolar boşuna çəkilməyib. Binance doğrulamanı belə çəkmişəm. Binance-da alış, satış, P2P işləmləri, baxın, 1100 izlənən short videosu, baxın dostlar, ABB ilə necə səhm almaq olar, buna baxın, nəticələrimə baxın dostlar. Yəni bu kanaldakı videolar çox dəyərli videolardır dostlar. Həqiqətən çox məlumatlar toplamışam və bunları sizlə paylaşmışam. Baxın və öyrənin dostlar, bu qədər.